Salam. Yəqin ki bu Yunusu tanıdınız. Bundan 20 gün əvvəl bu dağı biz qarlı havada qalxmışdıq yuxarı. İndi biz gedirik. Göstərəcəyim arx olacaq, bulaq olacaq. Orada yabanı soğan dərməyə. Bundan 21 gün əvvəl biz buranı qalxmışdıq qarlı havada. İndi Mart ayının 16-sıdır və Çərşənbə bayramına 2 gün qalıb. Axır çərşənbəyə, ilin axır çərşənbəsinə. Bu Yunusla biz oğlumla gedirik. Bir dağda bir bulağın başında, çəkib göstərəcəm sizə. Bulağın başında orada yabanı soğan var, onu dərməyə. Novruz gülü dərməyə. Bura Təngəlit kəndinin, Astara rayonu Təngəlit kəndinin dağdan görünüşüdür. Bu Təngəlit kəndinin məktəbidir. Bu da sahada olan yeni evlərdir. İndi uşaqlığımızı biz yad edərik. Gördüyünüz bu yolla biz 95-96-cı illərdə odun olmazdı. Biz meşədən odun daşıyardıq. Hal-hazırda gördüyünüz bu yolla. Gəlmişəm. Bir oğlumla bir yerdə bu meşənin bu gözəlliyini görmək. Bu yol meşəyə gedir, dağa qalxır. Hatırlayırsınız da bundan 20 gün əvvəl qarlı havada çəkib paylaşmışdım. Hal-hazırda Talış dağlarının başlanğıc nöqtəsindəyik. Bu gördüyünüz kənd Təngəlit kəndidir. Dağın ətəyində. İndi sizə göstərəcəyim növbəti kənd isə Siyakı kəndi olacaq və digər dağ kəndləri olacaq. Biz dağın düz uc hissəsindəyik və əgər fikir verirsinizsə, hələ də dağlarda qar qalıb. Əgər görünürsə, göstərə bilərəm sizə. Gördüyünüz burada dağlarda hələ də qar qalıb. Bu gördüyünüz kənd Siyakı kəndidir. Düz dağın o hissəsində əgər fikir verirsinizsə qar var. Yazın simvolu alça ağacı çiçək açıb. Bu bitkini də tanıyarsınız, ağacların üzərində olur. Bu ağacla beraber yaşayır. Adını tam bilməsəm də bizim dildə ona neleşk deyirlər. Neleşk, Talış dilində.
çok gözəldir ya, çox gözəldir. İnsan inanırsız yenidən dincəlir, yenidən dünyaya gəlmiş kimi sayılır. Çıxın, gəlin. Bir gün meşəyə vaxt ayırın, özünüzə vaxt ayırın. Yapışmışsınız. Elə ki, mən daxil olma şərtində adam yapışıb işdən. Bugün iş var, bugün iş var. Hər gün işdə alınca bir gün özünüzə vaxt ayıraq. Əlinizdə olan imkanlardan istifadə edin və öz gözəlliyinizi, öz həyatınızı yaşayın. Bir də görərsiniz, mən artıq 42 yaşım var. Bir də görərsiniz ki, 70 yaşınız var. Tərpənə adam tərpənə bilmir. Həsrətən baxaram evdən meşəyə ki, kaş yenə həmin cavanlığım olaydı. Meşəyə mən gedəydim. Xatırlayıram. Harasa demək olar ki, boğulan boydaydım, Yunus boydaydım. Bu ağaca, göstərdiyim bu ağaca çıxmışdım. Düşəndə sürüşdüm. Qolum sındı. Həmin bu qol o ağaca sındı. Dağlar yoksanız qataran olmaz. Nasıl qazırlar burada? Kimsə qazıb da yayın. İndiki kimi həmin bulaq durur. Bu həmin bulaqdır. Bu yayda qoruyur. Qışda təzədən bu bulaq su axır. O qədər uşaq vaxtı bulaqdan su içmişik. Çəkilişi əl telefonu edirəm. Yəni ki, məni başa düşərsiniz. Artıq bulaq düz bu hissədə yerləşir. Nəhayət gəlib çatdıq həmin bu dərəyə. Yabanı soğan olan dərəyə. İndi yavaş-yavaş qalxım girim dərənin içinə. Görüm soğan tapa bilərəm yoxsa yox. Əfsuslar olsun ki, uzun yol gəldi meşə soğanı. Dərim bu arxda, bu dərədə meşə soğanı yoxdur. Çünki qar yeni əriyib və onun çıxmağını qalmalı. Təşəkkür edirəm, çox sağ olun. Bu gördüyünüz meşə soğanıdır. Hələ balaca olduğu üçün dərmək olmur. Bu meşə soğanıdır. Gördüyünüz meşə soğanı. Bu bizim Nərgiz gülüdür. Daha doğrusu Novruz gülü. Bu bizim meşə soğanı.